xarici opozisiyamız. Baxdım bir video oturublar Qabil, İlqar Həcıyev və Mehman yenə də bir kəpiklik söhbətlər. Kimisə təhqir eləyirlər, söyürlər. Bilirsiniz, opozisiya elə bir qüvvə olub ömür boyu, səviyyəli opozisiyadan söhbət gedir ki, insanlar baxırdılar opozisiya və içinlərində bir balcı düşündülər ki, deyirlər ki, bax, gələcəkdə bəlkə bu insan başçı ola bilərdi, bəlkə hansısa bir məmur ola bilərdi, nazir ola bilərdi, nəyisə dəyişərdi həyatımızda, ölkəmizdə. Bunlara isə baxanda deyirsən, Allah göstərməsin. İnşallah, inşallah olmasınlar. Heç vaxt bir pozisiya ilə otursunlar orada. Doğrudan onların özlərini aparmağı, onların sözləri, onların səviyyəsi bu biabırçılıqdır. Mən baxıram, deyirəm ki, Allah'a şükür ki, mənim prezidentim var, yaxşıdır. Bax, belə yaşayırıq. İnşallah lap yaxşı olar da. Problemlərimiz var, amma onlar qəti yox. Mənim üçün birisi çox böyük bir möcüzədir o ki, İlqar Həcıyev orada niyə inir bunların arasında? O tamam fərqli bir səviyyədir, milyarder idi, biznesmen idi, gəlib düşdü bunların ortalığına. Zagatka vселенной. Allah bizim prezidentimizin canını sağ eləsin. Doğrudan da onlara baxanda və prezidentimizə baxanda böyük bir fərqi görürəm və deyirəm ki, gələcəyimiz yaxşı olar. Bundan da yaxşı yaşayaraq demirəm ki, yaxşı, super yaşayırıq, yaxşılar. Var problemlərimiz, amma onlar olsaydılar biz olmazdıq, ölkə olmazdı, dağlardı tamamilə hər şey. Yaşasın İlham Əliyev, yaşasın Azərbaycan.